Salam millət, bugünkü dərsimizin mövzusu trading psixologiyası nədir və bizə nə kimi problemlər yaradır, onları araşdıracağıq. Əsasən bugünkü dərsimizin mövzusu o problemləri tapmaq və növbəti dərslərdə o problemlərin həll yollarına fokuslanacağıq. Ümumi şəkildə 5 dərsdən ibarət olacaq. Və o an deyim ki, bu video ümumiyyətcə bu dərslər heç biri baxış sayı üçün çəkilmədiyi üçün çox sıxıcı olacaq, çox yorucu olacaq və uzun olacaq. Videonun sonunda sizlər üçün 20 sual hazırlamışam. O sualın cavablarını bir-bir səsləndirəcəm, daha doğrusu sualları səsləndirəcəm. Siz özünüz səmimi olaraq cavablandırın və özünüzü bir növ trade edən zamanı nə hisslər keçirdirsiniz, onlarla üzləşin. İllüziyalar və azı reallıq. Ümumiyyətcə trading psixologiyası, yəni nədir? Gəlin ümumiyyətlə bu nə ifadə edir, onu araşdıraq. Həqiqətən bu sözün bizim treyderlərimizdə bir təsiri varmı? Varsa necə bir təsiri var? Statistika nə deyir? Mənim öz müşahidəmə əsasən və qlobal araşdırmalara əsasən mənzərə heç də sosial şəbəkədə göründüyü kimi deyil. Rəqəmlər bizə deyir ki, maliyyə bazarlarında olan treyderlərin 90%-dən çoxu uğursuz olur. Amma gəlin bu rəqəmi daha da dərindən araşdıraq. Statistik reallıq. Rəqəmlər ümumiyyətcə nə deyir? Çünki rəqəmlər heç zaman yanlış deməz. Riyaziyyat heç zaman yanlış deməz. Akademik araşdırmalar və broker bazalarından toplanmış 25 illik məlumatlar sübut edir ki, day traderlərin 40%-i ilk bir ay ərzində ticarəti tamamilə buraxır. Gəlirlər, trading öyrənirlər, uğursuz olurlar və düşünürlər ki, bu iş qumardır və yaxud da ki, uğursuzdur və yaxud da hər uğursuz insanın özünə məxsus bir bəhanəsi olur və bu işi buraxır. Davam edəndə isə, ikinci mərhələ keçənlər isə, ilk 2 il ərzində fəaliyyətini dayandıranların nisbəti 80%-ə çatır. Aydın, yəni artıq uzun zaman işin alındığını bilir. Bilir ki, bu işdə həqiqətən bir sistem var, alınacaq. Sadəcə məndə alınmır. Və artıq bir müddət gəlir ki, yəni hər kəs onsuz da trader olmaq məcburiyyətində deyil. Aydınmı? Yəni bu zəifçilik də deyil, onu da deyim. Çünki misal üçün hər kəs mühəndis ola bilməz, həkim ola bilməz. Eynilə də trading də bir peşədir. Hər kəs trader ola bilməz. 3 ildən sonra aktiv qalan treyderlərin içərisində yalnız 1% daimi və stabil mənfəət əldə edə bilir. Bu artıq sonuncu mərhələyə çatandır. Bax, burada diqqət etməli olduğunuz məqam qazanır demir. Stabil qazanır. Yəni, stabil qazanmaq treyderlərin ən böyük saxlamaq istədiyi yəni nisbətdir. Ki, hə, tamam. Mən artıq stabil qazanc əldə edirəm. Bu çox vacibdir. Xüsusilə day trader və skalperlər üçün vəziyyət daha kritikdir. Bu qrupda uğursuzluğun nisbəti 95%-dən 99%-ə qədər yüksəlir. Bunun əsas səbəbi bazarda olan küy, yəni çox sürətli düşüşlər, çox sürətli qalxışlar, marketin verdiyi ani qərarlar, xəbərlər və s. və s. Yüksək komissiya yükləri insan beyninin, yəni ümumiyyətlə saniyəlik qərarlarda emosiyalara, qorxu və hərisliyə məğlub olmasıdır. Çünki 1 dəqiqədə trade etdikdə, 5 dəqiqədə trade etdikdə, saatlığa trade, 15 dəqiqədə trade etdikdə arasındakı fərq çox açıq görsənir. Hətta saniyəli 15-30 saniyəyə düşdükdə artıq daha da görürsünüz ki, qərar verməkdə daha sürətli olduğu üçün yanlışlar daha çox olur. Mənbələr təbii ki, bunlar yəni boş bir əsassız sözlər deyil. Mənbələrlə gəlmişəm. Linklər hər biri bu Notion-da qoyulub. Sizə Notion onsuz da videonun açıqlama hissəsinə qoyacağam. Orada özünüz baxıb araşdıra bilərsiniz. Mənbələr elmi və elmi araşdırmalar. Bu məlumatlar aşağıdakı mötəbər mənbələrdən uzun müddətli, yəni tədqiqatlardan əsaslanır. Bir Kaliforniya Universitetidir. Burada linkini qoymuşam. Yəni baxa bilərsiniz. Ətraflı şəkildə izahı var. Tayvan birja araşdırmalarıdır. Linkini qoymuşam. Ətraflı keçib araşdıra bilərsiniz. Firna keçib yenə araşdıra bilərsiniz. Təsdiq cümləsi də burada. Bu bölmədə qeyd olunan statistik rəqəmlər və mənbələr artıq burada olan az öncə saydığım universitet olsun, Firna olsun, Tayvan investor tədqiqatları olsun, akademik ədəbiyyatda geniş şəkildə təsdiqlənmiş və etibarlıdır. Yəni bu nə deməkdir millət? Bu statistika onu göstərir ki, yəni siz tək deyilsiniz. Aydın, uğursuz olursunuzsa bu tək deyilsiniz. Onsuz da hər kəs uğurlu olacaq deyə bir şey yoxdur yəni bu sahədə. Bunu ilk öncə qəbullanma etməlidir ki, hə, bax bu iş həqiqətən çətindir, həqiqətən day trading
scalping çətindir və mən bu çətinliyi bildiyim halda bu işə girmişəmsə, mən 5 ayın, 3 ayın, 2 ayın qarşılığında milyonçu olacaq düşüncəsində olmamalıyam. Mənə sual veriləndə ki, misal üçün, mən 2 ay ərzində nə öyrənəcəm? Yəni %100 deyirəm ki, sən nəzəri bilikləri öyrənəcəksən, praktik etməyi öyrənəcəksən, amma hələ sən öyrənməli olduğun hədsiz çox şey var. Çünki qərar verici şəxs sənsən. Əməliyyat nəzəri bilmək başqa bir mövzudur. Yəni nəzəri bilmək əla, gözəl. Bunları bilməlisən onsuz da. Amma bunları həqiqətən real qərar verici şəxs sən olduqda artıq, çünki orada artıq işin içərisinə pul girir və işin içərisinə həqiqətən pul girdikdə bu çox açıqdır. Yəni insan çox fərqli bir reaksiyalar verə bilər. Gözlənilməz yanlış qərarlar verə bilər. Danışdığı ilə əks qərarlar verə bilər. Mən life trade-dən ona görə paylaşıram. Yəni ki, hə, burada bax, mən bunu düşündüm, bax görürsən, mən səbirli oldum, əməliyyata girdim. Məsəl üçün dünənki əməliyyatda break fona gəldi, bax mənim breakim yerindədir, problem yoxdur. Bura qədər market gəlib, heç nəyə toxunmayacağam, hədəf yerində və s. Hədəfi saxlamalıyam axıra qədər. Bunları ona görə danışıram ki, yəni artıq həqiqətən bax bu beyinə gəlib çatmaq lazımdır və üstünə qalxmaq lazımdır. Hələ mənim də gedəcək hədsiz çox uzun bir yolum var tradingdə. Hər gün misal üçün düşünürəm ki, yəni bu sosial manipulyasiyadan çox danışmışam. Yenə danışıram ki, yəni başqası ilə deyil də özü ilə müqayisə etməyə çalışsın ki, başqasının keçdiyi il, təcrübə və yaxud da onun beyin quruluşu sən onunla müqayisə etdiyin halda hər zaman mənfidə olacaqsan. Bunu belə düşünün ki, millət, din tərəfdən deyil də ümumiyyətcə müqayisəni danışıram. Yəni kim özünü müqayisə edibsə, atı başqası ilə sonunda uçuruma gəlib. Yəni özü ilə deyil də başqası ilə. Bunu o dəfə harda seçmişdim? Ona görə deyirəm. Yenə deyirəm, dini tərəfdən demirəm. Ümumiyyətcə, misal üçün deyir, iblis Adəmlə özünü müqayisə elədi, özü uçuruma getdi. Sonra Habil Qabillə müqayisə elədi, misal üçün orada Qabil. Yəni ümumiyyətcə müqayisə insanı gətirib bura çıxardır. Amma özü ilə müqayisə elədi ki, dünənki Elşəndən mən bugünkü daha yaxşıdır. Bu nəyə gətirib çıxardır? Aha, tamam. Bir həftəki, 2 həftəki. Yəni bu oxuduğun kitablara, araşdırmalara, baxdığın filmlərə, öz təcrübə yığdığın dataya, bunlar hər biri artıq səni gətirib irəli çıxardır. Amma müqayisə etdikdə başqası ilə təbii ki, sən o səndən bəlkə də 2 il, bəlkə də 1 il, bəlkə də 5 ay, yəni bu zaman olaraq demirəm, ümumiyyətcə qabaqda olduğu halda sən onun uğurlu, özünü uğursuz gördükdə və istər-istəməz artıq bu işdən həvəsində soyacaq, özündən də özü artıq özgüvən düşəcək, özgüvən əksiliyi yaşayacaqsan və artıq düşünəcəksən ki, bu iş alınmır, məndə alınmır, mən zəifəm və s. və s. Aydınmı? Bəlkə də bu yanlış fikirdir. Yəni necə yanlış fikir deyirəm? Yəni öz fikriniz, əsasən yəni özünüz qərar verin. Mən qətiyyən məsləhət yox, tövsiyə verə bilərəm, amma məsləhət yox. Niyə uğursuzluq, yəni faizləri bu qədər yüksəkdir? Yəni bunu da araşdıraq. Həddindən artıq əməliyyat sayı. Bax, keçsək artıq niyə problemlər var? İndi hal-hazırda problemləri tapırıq. Birinci, hər kəsin bildiyi overtrading. Overtrade biz ikinci dərsdə o qədər dərinliklərinə inəcəyik və yaxud da üçüncü dərsdə bilmirəm. O qədər dərinliklərinə inəcəyik ki, o overtrade yəni sizin beyninizdə mən silməyə çalışacağam. Yəni inşallah da. Mənim müşahidələrim və araşdırmalar göstərir ki, uğursuz treyderlərin gün ərzində 3-4, bəzən daha çox əməliyyat açır. Yəni yenə statistikadan danışıram, millət. Ola bilər ki, 5 əməliyyat açıb uğurlu olan insanlar var. Əksəriyyətdən danışıram. Əksəriyyət bu şəkildədir ki, yəni 3-4 əməliyyat açan insanlar uğursuz olurlar. Ə, bizi buna məcbur edən səbəblər də var. Yəni niyə biz 3-4 əməliyyat açırıq? Bunu mən yenə deyirəm, öz təcrübəmə əsasən yazmışam. Bunu mən dəfələrlə danışıram. Amma yenə də birinci olaraq balansın, yəni kiçik olması. Çünki balans kiçik idisə, balans çox kiçik idisə, artıq sən, yəni risk qazandığın məbləğ də səni qane etmir və artıq lazımsız yerə risk açır. Yəni riskli əməliyyat açırsan. Aydınmı? Balansın kiçik olması. Sonra balans böyük ola bilər. Məsəl üçün fon hesabı almısan 50 minlik, 100 minlik, amma riskə atdığın məbləğ yenə kiçikdir. Bu zaman deyirəm ki, misal üçün 50 minlik fon hesabında sən 100 dollar risk atmısan. 3 sarı götürmüsən 300 dollar. Düzdürmü? Və düşünürsən ki, bu çox azdır. Və çox az olduğu üçün ikinci əməliyyatı açmaq ehtiyacı duyursan. Halbuki sən orada standart misal üçün 50 minlik hesabı misal üçün mən belə edərdim.
2000 drawdown'un var. 50.000 yəni vizual bir yanılmadır. 50.000 sözü yoxdur ümumiyyətlə orada. 2000 balansın var, onu 3000 eləməlisən. Yəni mövzu budur. 2000-ə qarşılığında 3000 əlavə qazanmalısan. Deməli sən 2000 balansın var. 2000-i böl misal üçün neçə yerə sən rahat ola bilərsən? 10 yerə. Yəni hər əməliyyata riskə girə biləcəyin məbləğ 200 dollardır. Misal üçün. Və yaxud da tam fərqli bir şeydir. Yəni yenə də öz risk menecment onsuz da danışacağıq bunlardan. Əsas mövzu yəni budur ki, sən riskə atdığın məbləğ az olduğu üçün qazandığın məbləğ də az görsənir və az görsəndiyi üçün ikinci, üçüncü, dördüncü əməliyyat açmaq ehtiyacı görürsən. Bu da nəyə gətirib çıxardır? Sən birinci əməliyyatda o demək deyil ki, yəni sən take profit oldunsa, ikinci əməliyyatda take profit olacaqsan. Burada faiz nisbəti heç zaman dəyişmir. 50-50-yə qalır. Necə 50-50-yə bir dəqiqə onu izah edeyim. Çünki biraz bu fərqli mövzudur. Yəni sən birinci əməliyyatın, bax bu faiz nisbəti nə zaman yüksəlir bilirsinizmi? 1 ilə 2-nin əlaqəsi olduqda. Amma birinci əməliyyatla ikinci əməliyyatın arasında heç bir əlaqə yoxdur əslində. Necə? Yəni sən birinci əməliyyatda take profit olmusansa, ikinci əməliyyat take profit olacağı mənasına gəlmir. Yəni birinci əməliyyatın nəticəsinə görə. Və ya stop olmusansa, ikinci əməliyyat stop olası mənasına gəlmir. Psixoloji tərəfdən əlaqəsi var. Ayrı mövzu. Ə, yəni ümumiyyətcə oradakı əməliyyatlar sən birinci əməliyyata girəndə də həm qazanma, həm itirmə riskin var. İkinci əməliyyata girəndə də həm qazanma, həm itirmə riskin var. Birinci əməliyyata sən girib 100 dollar risk eləyib 300 dollar qazandıqda, ikinci əməliyyatda 100 dollar risk eləyib 100 dollar itirdikdə, balansın sənin nəticə olaraq 200 dollar olmuş olur profitin. Və sən 200 dollar, 300 dollar qane eləmirdi. Qaldı ki 200 dollar. Yenidən artıq əməliyyat açmağa ehtiyacı duyursan və yenə risk eləyib. Bir dəfə də stop olduqda əlində 100 dollar qalır və artıq sən o məntiq bu şəkildə ki, bir addım önə, iki addım geri və yaxud da yəni bu şəkildə yerində sayırsan. Aydınmı? Yəni bu şəkildə yerində sayırsan və heç cürə irəli gedə bilmirsən. Ona görə yəni risk, yenə deyirəm, balans və riskə atdığın məbləğlər çox böyük. Çünki o bütün hamısı gəlib dayanır mənə görə, yəni düşüncəmə görə ki, orada sən riskə atdığın məbləğ azdırsa, e, qane etmir. Çünki bilirsən ki, daha çoxunu qazana bilərdim və ona görə də artıq ikinci əməliyyat, üçüncü əməliyyat açmaq hissi yaranır. Amma birinci əməliyyat səni qane eləsəydi, misal üçün, birinci əməliyyatda 300 dollar deyil də 1300 dollar olsaydı, 1500 dollar olsaydı, düşünürəm ki, qane edəcəkdi və heç ikinci əməliyyat açmaq ehtiyacı duymayacaqdım. Aydınmı? Belə də onsuz da, yəni reallıq bu şəkildə. Sən 300 dollara qane olmadısa, bilirsən ki, tam 1000 dollar qazansan, qane olacaqdınsa, o zaman ikinci əməliyyat açmaq, üçüncü əməliyyat açmaq ehtiyacı görməyəcəkdin. Aha. Trade etmək üçün trade etmək. Bax bu bilmirəm necə sizə səslənir, amma həqiqətən belədir. Yəni bir çoxu artıq, yəni bir çoxu üçün artıq bu iş deyil, dopamin asıllığıdır. Analiz etmək yox, sadəcə bazarda olmaq, o həyəcanı yaşamaq ehtiyacı ön plana çıxır. Bu nə deməkdir? Artıq sən trade edən zamanı düşünürsən ki, e, yəni və yaxud hansısa qrupdasan, Telegram kanalındasan, Discord kanalındasan, sosial şəbəkədə paylaşırsan və yaxud da heç birində yoxsan, amma bu gün trade etməliyəm deyə bir hiss var səndə. Ki, yəni bu gün məcburdur ki, mən trade edim. Mən də paylaşım. Mən də məni də görsünlər. Və yaxud da bilmirəm indi nə düşünürsünüz. Yəni nəticə olaraq trade etmək üçün və yaxud da oturmusan qrafikin qarşısında. Ana fikir hər zaman yaddan çıxır. Ana fikir nədir? Pul qazanmaq. Düzdürmü? Pul qazanmaqdasa ana fikir, trade etmək üçün trade etmək artıq məntiqsizdir. Niyə? Baxın, bəzi əməliyyatlarınızda bunu bilmirəm, yaşamısınız, yoxsa yaşamamısınız? Yəqin ki, yaşamısınız. Əməliyyata girmək istəyirsiniz. Yəni hazırlaşırsınız. Əməliyyata girən kimi dərhal hiss edirsiniz ki, bu yanlış idi. Niyə yanlış idi? Çünki modelin tam formalaşmamışdı. Riskin düzgün və yaxud da ki, tam misal üçün istədiyin situasiya yaranmamışdı, tələsən girməyə və yaxud da gecikdin girməyə. Girəndən sonra deyirsən ki, bu yanlış idi. Artıq burada pul qazanmadan keçir. Yəni sırf oyunda qalmaq istəyirsən, aksiyonda yaşamaq istəyirsən ki, hə, mən də oyunun içindəyəm. Mən də artıq trade edirəm. Bu təbii ki, dillə bu deyilmir. Yəni bu beynin altyapısına gedir və yaxud da ki, bu fərqli bir prosesdir. Yəni bu dərinliklərin özünüzü araşdıran. Amma nəticə olaraq trade etmək üçün trade edirsən. Yəni burada baxırsan ki, həftənin sonunda sən bir addım da önə getməmisən. Halbuki həftə ərzində o qədər əməliyyat açmısan ki, yəni günə bir 3 dənə əməliyyat açmısan. Bu da həftəyə hələ həftəyə deyirəm, yəni 15 əməliyyat eləyir. 15 əməliyyat açmısan və ortada bir şey yoxdur.
Yəni ortada bir şey olmamağın 15 əməliyyatda bu o deməkdir ki, sən ya çox geridəsən, ya da çox geri gedirsən və yerində sayırsan. Ona görə bunu nizamlamaq lazımdır. Yəni ayılma prosesi getməlidir səndə. Ki, deməli, yol bu şəkildə deyil. Onsuz da yolun necə olduğunu sizə izah edəcəm. Yol bu şəkildə deyil. Yəni necə bu şəkildə deyil? Çox əməliyyat açmağın bir məntiqi yoxdur. Yəni bir məntiqi yoxdur. Yəni ki, çox əməliyyatım çox qazanc. Çox əməliyyat açım, çox qazancam termini də səhvdir. Çünki tradingdə çox əməliyyat açıb çox itirə də bilərsən. Aydın, yəni çox işləyib çox qazanacaqsan deyə bir şey yoxdur burada. Aha. Risk idarə etməsinin yoxluğu. Günlük itki, limiti və ya ticarət planı olmayanda trader hər şam hərəkətini fürsət zənn edir. İdarə olunmayan risk, idarə olunmayan əməliyyat sayını doğurur. Bu nə deməkdir? Millət, risk idarə etməniz yoxdursa, artıq belə düşünün ki, baxın, yəqin ki, bu misalda eşitmisiniz. İnsan yəni gəldiyi pul deyil də, amma xərclədiyi pulu bilmək məcburiyyətindədir. Yəni məcburiyyətindədir. Ha, gəldiyi pulu heç nə bilməsin. Yəni çox gəlsin təki bilməsin. Amma itirdiyi pulu, yəni verdiyi pulu, xərclədiyi pulu mütləq ki bilməli, hesabatını bilməlidir. Hesabatı mütləq ki bilməlidir. Çünki yəni sənin uçuruma apara biləcəyi bir şey sən o hesabatı itirəndə olur. Yəni çox qazana bilərsən, amma çox xərcləyə də bilərsən. Çox xərclədikdə artıq sən o qazandığının bir mənası olmur. Yəni necə olmur? Yəni yığmırsan nəticə olaraq. Risk menecmentdə də sən deyirəm ki, əməliyyata girirsən. Bax bu stabillik çox vacibdir, bunu danışacağam növbəti videolarda. Risk menecmentin yoxdur. Yəni hər əməliyyata bir fərqli bir risklə, fərqli bir hekayə ilə girirsən. Bu da çox yanlışdır. Yəni sən əməliyyata girən zamanı bir risk menecmentin yoxdursa, misal üçün balansın az öncə dediyim kimi 50 minlik fon hesabında 2000 dollardır. Sən bir dəfə 200 dollar, bir dəfə 800 dollar, bir dəfə 300 dollar əlaqəsiz rəqəmlər girirsənsə 500 dollar, sən take profit olanda da, stop olanda da çox qarışıqlıq olacaq. Niyə? Take profit olmusan, 200 dollar risk eləmisən, 3 ar almısan və yaxud da 2 ar almısan, 200 dollar qarşılığında 2 ar almısan və 400 dollar profitdəsən. Gələn əməliyyatda artıq sən misal üçün deyirsən ki, əla gedir də hər şey, düzdürmü? 400 dollar risk edirsən və stop olursan, normaldır. Əlindən baxırsan nə oldu? 2 ar profitdəsən axı. 1 ar itirməlisən, əlində yenə 1 ar profitdə qalmalısan normalda. Amma baxırsan ki, əlində heç nə yoxdur. Çünki 2 arın ikisində risk elədin mənasız yerə. Və bundan sonraki əməliyyatda artıq sən yenə əlaqəsiz bir rəqəmlərlə girəcəksən. Yenə 400 dolar girsən, 2 ay yenə mənfi düşmüş olacaqsan və s. Yəni burada artıq riskin düzgün şəkildə bölünməli olduğu çox açıqdır. Amma risk menecmentin sadəcə burada vizual bir görünüşündən danışdım. Dərinlikləri növbəti videolarda olacaq. Riskin stabilliyi və yanlış bölüşdürülməsi. Əslində bundan danışdım. Amma yenə də deyim, treyderlərin çoxu mənfəətə keçəndən sonra özünün məğlub edilməz hiss edir. Misal üçün, bir əməliyyatda 2 ay qazandıqdan sonra növbəti əməliyyatda riskini artırır. Az öncə dediyim 200 dollar risk atdım, 400 dollar qazandım. İkinci əməliyyatda 400 dollar risk atdım, ümumilikdə break-evendəyəm. Qazancın yeyilməsi. İlk əməliyyatı qazandığım məbləğdən daha çoxu növbəti əməliyyata risk atdıqda tək bir stop loss sənin bütün xeyrini sıfırlayır. Az öncə dediyim. Qeyri-stabil risk. Hər yəni risk hər əməliyyatda stabil deyil. Hissələrə görə dəyişirsə, riyazi olaraq mənfəətə çıxmaq qeyri-mümkündür. Bu bir addım irəli, iki addım geri getmək. Bax, çox gözəl həqiqətən burada izah elədi. Çünki yerində sayırsan, nəticə olaraq yerində sayırsan. Yəni ona görə sən stabil riskin olmalıdır. Stabil qardaş, sən risk atacağın məbləğ nə qədərdir misal üçün? 50 minlik fon hesabında 500 dollar. 500 dollar səni psixoloji olaraq çətinliyə salırmı? 500 dollar səni yükləyirmi? Yəni ağır hiss edirsən, o zaman sənə hər kəsin dediyi o 1% söhbəti mənə heç maraqlı deyil. Salırsan 0.5-ə, salırsan 0.6 və s. Yəni burada necə ürəyin istəyirsə. Fon hesablarında məcbur deyilsən ki, sən bir həftəyə, bir günə, 3 günə keçəsən. Aydın. Stabil, səliqə ilə. Aha. Bunu belə düşünün ki, millət, əgər məcbur olduğunuzu hiss edirsinizsə, bax hər birinizi bilirəm, tələsirsiniz, düşünürsünüz ki, yox keçməliyəm, artıq sondur. Nə oldu da bu vaxta qədər? 5 ay öncəkinə baxın. 5 ay öncə də tələsirdiniz, 3 ay öncə də tələsirdiniz, 1 ay öncə də tələsirdiniz və indi tələsirsiniz. Demək getmir də, yəni bu şəkildə e, yəni getmir. Dəyişmək lazımdır. Aydınmı?
Deməli, nə etmək lazımdır? Qəbullanmaq. Müəyyən şeyləri qəbullanmaq və ona görə davam eləmək. Sonra əməliyyat sonacan saxlanmaq. Psixoloji qorxu. Bax, bu da həqiqətən çox böyük bir aşılması məcbur olan bir şeydir. Yəni aşılması həqiqətən ehtiyac duyulan bir şeydir. Mən paylaşdığım videolarda görmüsünüz millət. Hardasa sosial şəbəkələrdə 4 aydır paylaşıram, amma belə YouTube-da isə nə bilim 10 dərsdir deyəsən paylaşıram ki, live threadlər. Onlar da baxmısınız, çoxunda həqiqətən məndə də misal üçün çox bir şam, iki şam qalmış bağlayıram. Yəni sonacan saxlamıram. Bax o problem hələ də məndə də var. Yəni tam sona qədər saxlaya bilmirəm. Qəbullanıram və ona görə danışıram. E, Düzdür. Axıra qədər normalda saxlayıram. Misal üçün dünənki əməliyyatım. Dünən aldım həm real account, həm copy-də, həm ümumiyyətcə fon, hamısı nəticə, ümumi hamısı qəşəng take profit aldıq da 4-lər aldıq. Amma market hədsiz düşəcəyin mən Bias videosunda Biasda demişdim Telegram kanalımızda. Hədsiz düşəcəyini bilirdim. Hədsiz düşəcəyin. Ki misal üçün orada bir 30 ar var. 30 ar, 35 ar bəlkə var. Bilirdim ora qədər gedəcəyini. Çünki yəni bunu 3 gün, 4 gün öncə də mən Bias olaraq göndərmişəm. Hə. Real akkontumun çox az hissəsində birini saxlamışam. Parçalar ala-ala aparıram. Amma fon hesablarına saxlamadım. Yəni saxlamama səbəbim o dediyim kimi bax bu mövzudur. Bu treyderlər ən böyük gizli itki səbəbidir. Bax, çox böyük mövzudur. Çünki həqiqətən burada ticarətin riyaziyyatı tamamilə pozulur. Bax, yenə deyirəm, buradakı problem tam olaraq mənə aid deyil. Çünki mən bunu çox-çox aşmışam. Mənim problem bir-iki pips qalmış, pips yox daha doğrusu, bir-iki şam qalmış. Yəni çox yaxın məsafədə artıq gəlmə olur ki, başlayır orada yığılmağa, orada saxlaya bilmirəm. Orada bağlayıram avtomatik. Əməliyyatlarımda da live-da da paylaşıram. Amma yox, burada biraz tam dərin, bura başqadır yəni. Buradakı məsələ biraz daha böyük problemdir. Kiçik take profit, böyük stop. Zərərdə olanda bəlkə buradan döndü deyə axıra qədər gözləyirik. Axıra qədər. Çünki yəni mənfidədirsə, deyirik ki, bəlkə buradan döndü. Mənfəətə keçənə kimi qazandığımı itirməyim qorxusu ilə əməliyyata tez bağlayır. Hə, deyir ki, yəni ümumiyyətcə, yəni mənfəətə keçəndə beynim şey qatışdı. O videoda hansı paylaşmışdım, onları deyəcəkdim. Demək millət, burada əsas mövzu nədir? Yəni sən mənfi olduqda artıq düşünürsən ki, yəni burada bağlasam mənfidəyəm də, nəticə olaraq mənfidəyəm. Bağlasam, yəni mənfidə bağlayacağam, bunu da istəmirəm. Bəlkə buradan düşdü, qoy profitə getsin, başa-başa gəlsin, orada bağlayaram. Amma plusa keçən kimi bir, bir ay pürüzə keçmirsən və dərhal bağlamaq istəyirsən ki, qoy qazandığımı itirməyim. Yəni licbi qazanmışam, onu itirməyim. Bu artıq, yəni bu qorxusu əməliyyata tez bağlayırsan, yəni qazandığını itirməmə qorxusu ilə əməliyyata tez bağlayırıq. Bu da nəyə gətirib çıxardır? Sən bir itki ilə 3 qazancını silirsən. Riyazi olaraq bu model səni iflasa aparır. Çünki sənin ortalama zərərin ortalama mənfəətdən böyük olur. İndi burada bir itki ilə 3 qazanc biraz fərqlidir. O tam riyazi olaraq düz deyil. Amma ümumilikdə yəni ya yerində sayırsan, ya da mənfidə bağlayırsan. Aydın? Çünki qazancınla take profit nəslində necə olmalıdır? Take profitin qazancından böyük olmalıdır. Üzr istəyirəm. Stopundan böyük olmalıdır, düzdürmü? Amma burada bərabər və yaxud da stop böyük olduqda bu iş düz getmir artıq. Riyazi olaraq yerində saymış olursan. FOMO və yanlış girişlər, tələskənlik. Millət, bu çox rastlaşdığımız, hər birinizin bildiyi, dərindən bildiyi mövzulardır. Ümumiyyətcə burada baxın, əsas problemləri hamısını yazmışam. Hamısı da həqiqətən də qarşılaşdığınız əsas problemlərdir. Bir çox treyderlər qrafikdə hərəkət görən kimi qatıra minməyə çalışır. Bu qatırma qorxusunun FOMO yaratdığı bir xətadır. Yəni modelin tamamlanmaması. Strategiyanın bütün şərtləri hələ formalaşmayıb, amma trader qiymətin onsuz gedəcəyini qorxub tələsik giriş edir. Nəticə qiymət dərhal tərsinə dönür və stop loss ilə nəticə. Bu nə deməkdir indi? Yəni sən əməliyyata girmək istəyirsən, ideal situasiya yaranmağa hazırlaşır, amma yaranmayıb. Yaranmağa artıq görürsən ki, misal üçün, əməliyyatın nədən giriş edə bilərsən? İFV gedən, blokdan və s. Deyirəm ki, blok yaranmayıb. Blok tam yaranmayıb, amma görürsən ki, orada bağlanır da, blokun altına bağlanır artıq.
Və blok amma bağlanmayıb, yəni yaranmayıb. Şam hələ də çəkilə bilər. Bir dəqiqəsi qalıb, bir 30 saniyəsi, 40 saniyəsi qalıb. Və sən orada əməliyyata girirsən. Və sonra artıq şam bitənə yaxın görürsən ki, orada əməliyyat blok formalaşmadı, IFVG formalaşmadı. Və artıq nə desənsən, uğursuz bir əməliyyata girmisən. Nəticə yəni orada artıq işin şansa dayanır. Ondan sonraki şam gəlib hə blok yaratsa, istədiyin modelə girmiş olacaqsan. Oradan əks istiqamətə qalxsa, stop olacaqsan və deyəcəksən ki, burada mənim modelim yox idi. Aydınmı? Orada his, hansı hissdir? Yəni ki, market getdi, mən də ona qoşulum, gedim, mənsiz gedəcək və sair və sair. Sonra gecikmiş girişlər var. Qiymət artıq hədəfinə doğru yol alıb. Biz isə yəni artıq marketə çox əlaqəsiz yerdən giriş edirik. Stop çox böyük düşür. T-Cross kiçik düşür. Sonra ümumiyyətcə riskimiz böyük düşür və heç istədiyimiz əməliyyatda ala bilmirik. Stop olduqda da çox bərbad bir stopdan rastlaşırıq. Və yaxud da ki, stop böyük düşmür, amma stopu çox əlaqəsiz yerə qoyuruq, çünki stopumuz olmalı olduğu yer var və market ora geri dönə bilər. Amma deyirik ki, yox, orada dönməz, sonra nəticədə yəni dönür və nəticədə yəni itirmiş oluruq. Yəni riyazi cəzası da bunun. Gecikmiş giriş etdikdə sənin stop loss mənfəət məsafən böyüyür, amma potensial take profit məsafən daralır. Aha, yekun dərs. Bu dərsdə treyderlərin başına mütəmadi gələn psixoloji problemləri araşdırdıq. Növbəti dərslərdə onları necə həll etmək olar, o mövzuları daha dərindən araşdıracağıq. Demək millət, burada bu videonun mövzusu əsasən treyderlərin başına gələ biləcək və gəldiyi əsas psixoloji problemlərdir və psixoloji tərəfini araşdırırıq. Həqiqətən də bu bizim yəni böyük və böyük, çox böyük yəni problemimizdir. Trading psixologiyası. Bunu araşdırdıq. Gəlin daha dərindən özünü tanıma test eləyək. Sualları mən bir-biri verəcəm. Sizdən xahişim millət, tam səmimi olun ekran qarşısında. Hətta cavablarınızı çox gözəl olar ki, çox gözəl olar ki, misal üçün xüsusi cavabları hamısını yox, hamısını olar yorumlarda yazasınız. Və yaxud da ki, bundan sonrakı dərslərdə sualları ona görə axıra saxladım ki, yəni bura qədər hər kəs gəlib bir 30 dəqiqəlik video oldu. Hər kəs bura qədər gəlməyəcək, onu bilirəm. Və gəlməyəcəksə də onsuz da o, yəni psixoloji tərəfdən onsuz da zəif olduğu görsələr ki, yəni hə tamam səbir, çünki əməliyyatı gözləmək üçün səbir lazımdır və s. E, Bura gəlib çatana qədər nə insanlar lazımdır, traderlər lazımdır mənə. Bu sualları verəcəm. Səmimi olun, səmimi cavablayın. Sonra Telegram kanalımızda yayınlar olacaq bununla bağlı. Telegram kanalımıza da gələ bilərsiniz. Və bu sualları da cavablayın zəhmət olmasa. Yorumlara yazın. Əlavə olaraq da gələn dərslərdə hansı mövzulara toxunaq? Mənim üçün unutduğum mövzular da ola bilər. O mövzular haqqında deyin. Yorumlarda yazın. Onlar da artıq əlavə edin. Onlar haqqında da danışaq. Traderlərin özünü tanıma testi. Ee, 10 deyil əslində 20 sualdır. Bir dəqiqə bura yanlış yazmışam. 20 sual. Kritik sual. Bu testdə ən vacib qayda mütləq səmimiyyətdir. Mütləq səmimiyyət. Özün özünə səmimi ol. Özün özünü aldatma. Cavabın nə qədər acı olsa da, onu etiraf etmək sağalmadan, yəni sağalmağın ilk addımıdır. Aha, sual 1. Qazandığımda özümü dahi, itirdiyimdə isə bazarın qurbanı və ya şanssız hiss edirəm. Eləmi hiss edirsiniz? Yəni qazandığınızda özünüzü dahi kimi hiss edirsiniz, itirəndə də isə bu iş alınmır, şanssız, qumar və yaxud da bazarın qurbanı kimi hiss edirsiniz. Hansını hiss edirsə səmimi olaraq bax bir dəftər açın, o dəftərə bir-bir yazın. Aydınmı? Xahiş edirəm, açın, bax bu dəftəri açın, oraya yazın. Çünki belə vizual olaraq çətinlik çəkəcəksiniz. Əgər belədirsə, sən hələ də bazarın ehtimal üzərində qurulduğunu anlamamısan və emosional asılılıqdasan. Stop loss səviyyəmə qiymət yaxınlaşanda biraz da gözləyim, qayıdar deyib stopu geri çəkmişəmmi? Yəni bu nə deməkdir? Stopu daşıyırsan yuxarı. Market ora gəlir stopla və sən biraz da deyirsən ki, yox, buradan dönməz, biraz yuxarıdan dönər. Qoy stopumu daşıyım yuxarı. Biraz da daşıyırsan yuxarı. Eləyirsənsə, artıq bu da problemdir. Böyük bir itkidən sonra dərhal ekranı bağlayıb uzaqlaşa bilirəm. Yəni, eləyə bilirsinizmi? Yoxsa intiqam əməliyyatı almaq üçün yeni əməliyyat axtarıram. Bax, millət, hansını eləyirsiniz? Yeni əməliyyata mı axtarırsınız? Yoxsa ekranı bağlayıb artıq deyirsiniz ki, bugün bitdi. Bunda yazın. Əməliyyata girməmişdən əvvəl
İtirəcəyim məbləği, itirəcəyim məbləğ məni qorxudurmu? Yoxsa bu riski öncədən qəbul etmişəm? Hansı millət? Yəni, itirəcəyim məbləğ sizi qorxuzursa, o riski azaldın. Yoxsa həqiqətən də o məbləğ sizi qane edir və bunu əvvəlcədən qəbul etmişsiniz ki, hə, bu itirə bilərəm, itirə biləcəyim bir məbləğdir. Bunu yazın. Qiymətin sürətlə hərəkət etdiyini görüb, strategiyamda giriş siqnalı olmasa da qatara gecikməyim deyə əməliyyata tullanırammı? Bilət, bu varmı sizdə? Yəni, modeliniz tam formalaşmayıb, amma mənsiz gedər hissi ilə əməliyyata girirsinizmi? Mənfəətli olan əməliyyatımı qazancım azalmasın qorxusu ilə hədəfinə TP çatmadan çox tez bağlayaram. Bax, mən də cavab verirəm. Bəli, bağlayıram, amma çox tez yox. Yəni, çox-çox kiçik məsafələrdə bağlayıram. Misal üçün, 1500 dollar qazanmalıyamsa, 1450-də artıq, 1403-də, 1400 görən kimi bağlayıram. Bu həqiqətən aşa bilmirəm sona qədər. Ə, Sizdə bəs necə? Həftə sonu və ya bazar bağlı olanda daimi açıq qalan əməliyyatımı və ya növbəti əməliyyatımı düşünüb stres keçirirəmmi? Yəni həftə ərzində bu swing traderlər üçünsə həftə ərzində açıq qalıb və bütün həftəni sən stresli keçirirsən. Bu olurmu sizdə? Swing trade edənlər üçün. Məsələn, məndə açıq qalanlar olur, amma həqiqətən unuduram onu. Əməliyyat unutmuş kimi şey oluram. Çünki çoxdan artıq break eləmişəm və yaxud da break da biraz misal üçün 0.5, 1 ar profitə qoymuşam və sərbəst buraxmışam. Ona görə stres keçirmirəm mən özümdə. Bir neçə dəfə ard-arda stop olduqdan sonra strategiyamın işləmədiyini düşünüb, dərhal yeni bir indikator və ya metod axtarışına çıxırsanmı? Çox gözəl sualdır. Mən də cavablayım, yox. Yəni uzun zamanda bir modellə işləyirəm, uzun zamanda profit görürəm, uzun zamanda mənfi də görsəm dəyişməyəcəm. İndikatorlarda mən yəni siqnal verici indikatorlara istifadə etmirəm. Siz necə millət? Günün sonunda qazandığım və ya itirdiyim məbləğ mənim həmin günkü əhval-ruhiyyəmi tamamilə idarə edirmi? Çox gözəldir. Yəni açıqcası cavab verim ilə səmimi olmanızı istəyirəm burada. Yəni gün əhvalını, ruhiyyənizi idarə edirmi? Mən etmir, çünki günün sonunda əməliyyat açıram açıq. Mənim əməliyyatlarım saat 5, 6, 7, yəni günün əsas hissəsi bitmiş olur. Ona görə çox da bir fərqi olmur. Amma onsuz da əməliyyat sayım var deyə mənim. Yəni çox problem yaşamıram, amma olduğu hallarda olur. Məsəl üçün keçən həftə yox, o birisi həftə olmuşdu həqiqətən. Əgər kimsə məndən ticarət jurnalımı göstərməyimi istəsə, mənim hər bir əməliyyatımın yazılı səbəbi və sübutu varmı? Çox gözəldir, millət. Hər zaman deyirəm, trade jurnalınız hazırdırmı? Trade jurnalınız varmı? Varmı sizin elə trade jurnalınız? Yəni göstərə bilərsinizmi? Mənfəətli bir əməliyyatı bağladıqdan sonra qiymətin mənim istiqamətimə getməyə davam etdiyini görəndə peşmançılıq hiss edirəmmi? Yəni, take-out almısan, amma yenə də çox uzun bir profit əldə edirəm. Yəni, market gedib. Düşünürsən ki, sən 1 qazandın, amma 10 qazana bilərdin. Dünən mənim əməliyyatımda. Market 4 aldım, amma 35 ara qədər getdi, amma heç bir fərqi yox idi mənim üçün. Yəni, heç bir problem yaşamadım. Strategiyam girmə deməsinə baxmayaraq, sırf sosial mediada kiminsə əks mövqedə olduğunu görüb fikrimi dəyişərəmmi? Yəni, sənin modelin deyir ki, burada entry yoxdur. Yəni, misal üçün, sən long girmək istəyirsən, amma kimsə deyir ki, sosial şəbəkədə short və yaxud da Telegram kanalında short deyir. Bu sənin fikrimi dəyişirmi? Aha. Əgər dəyişirsə, sənin öz sisteminə inamın yoxdur. Başqasının ağlı ilə edilən ticarət həmişə itki ilə bitir. Millət, bunun qısa bir şey deyim. Bu bizim mentorship bilir. Mən bu aralar Hindistanlılarla çox kontaktdayım. Bilmirəm necə oldu, amma elə bir qrupa girmişəm və qrup həqiqətən mənim çox xoşuma gəlir. Yəni çox öyrədici bir qrupdur, təsadüfən. Və orada dünən yox, İsrail günkü əməliyyatda mən 2 dənə əməliyyat almışdım. Yəni paylaşmışam əməliyyatlarda. O 2 əməliyyatın ikisində də onlar çox ağır əks istiqamətə demişdilər. Yəni hamı girmişdi. Yəni orada admin misal üçün short demişdi. Mən long girdim. Yəni bu mənim təsir, çünki öz modelimə inanıram. Amma həqiqətən də yəni biraz fikir qarışıqlığı yarandı ki, çünki orada hədsiz uğurlu treyderlər var və hər biri də short demişdi. Nəticə olaraq mən take profit oldum və qrupa da göndərmişəm. Aha. İtirdiyim pulu ticarət kapitalı kimi yox,
real həyatda ala biləcəyim əşyalarla, məsələn, bu gün bir telefon pul itirdim, müqayisə edirəmmi? Yəni artıq itirəcəyim məbləği kapital kimi deyil də, müqayisə dərəcəsinə aparmısansa, bu çox yanlışdır. Varmı millət? Bax, özünüzə qarşı səmimi olun. Analiz etdiyim model tam formalaşmadan sadəcə qiymətin çox baha və ya ucuz olduğunu düşünüb, əksinə əməliyyat açırammı? Varmı millət belə bir şey? Səmimi olun. Əməliyyatda olduğum müddətdə hər bir neçə dəqiqədən bir, hətta saniyədən bir telefona baxıb mənfəət zərər rəqəmini yoxluyursanmı? Yəni varmı belə bir şey? Mən indi video çəkirəm deyə mən qrafikin qarşısında oluram açığı, T-Pro olana qədər gözləyirəm ya da stop olana qədər gözləyirəm. Amma gözləmədiyim hallarda çox olur. Yəni açığı sonra da telefonda çox baxmıram yəni. Bunun qarşısını necə almışam millət? T-Pro stop olduğum yerə alarm qoşuram. Əslində video çəkəndə otururam qrafikin qarşısında, amma misal üçün işim varsa, T-Pro stop olan yerə alarm qoyuram. Hansına mesaj gəlsə, onda Gmail-də mesaj gəlir ki, tamam. Ya T-Pro oldun, ya stop oldun, orada görürəm. O vaxta qədər dəymirəm. Çünki toxunduqda, misal üçün market bilirəm ki, toxunuş edə bilərəm. Onun qarşısını almaq üçün. Dostlarımla və ya ailəmlə yalnız qazandığım əməliyyatları danışıb, itirdiklərimi gizlədirəmmi? Varmı millət belə bir şey? Ancaq qazancı deyirsən və itirdiyini gizlədirsən. İtirdiyim bir əməliyyatdan sonra səhvimi analiz etmək əvəzinə dərhal bazarda manipulyasiyalar var deyib günahkar axtarırsınız. Yəni bu varmı? Millət, bunu mən dəfələrlə deyirəm ki, yəni marketdə bir problem yoxdur. Bu mənim dediyim sözü. Bir də yuxarıdakı əməliyyatda mən sosial şəbəkədə paylaşıram deyə günü. Ona görə mənim onu demə lüksüm yoxdur ki, hamısı çünki paylaşıram. Yəni nə deyə bilərəm ki, məsəl üçün stop olmuş əməliyyatda T-Pro deyə bilmərəm ki, onu da paylaşmışam. Mhm. Hesabımın balansını bir gün içində iki qatına artırmaq kimi xəyalın varmı? Yəni deyirəm ki, sən 1000 dollar balansın var, onu bir günə 2000 dollar eləmək istəyirsənmi? Yəni elə bir şey xəyal düşünürsənmi? Bu bilet, onu da deyim ki, bu biraz şey deyil, xəyal deyil. Bu real da ola bilər, amma irəli səviyyələrdə. Və ya da daha da çox. Misal üçün, yəni bunu şahidi millət açıq paylaşanla danışıram bizim qrupda. Yəni açıq şəkildə Pərviz çox açıq şəkildə balansını 3 qatına, 5 qatına, yəni böyük balansdan danışıram misal üçün. O qaldırdığı, yəni paylaşır deyə onu da görürsüz. Bilmirəm Telegram kanalında Bond. Yəni ona görə bu əslində, amma bunun da təbii ki ziyanları varmı? O biraz çox skalp eləyir. Ziyan tərəfləri də varmı? Hə, böyük liq olma ehtimalları çox yüksəkdir. Yuxulu, yorğun, əsəbi və ya həyatımda başqa bir problem olduğu halda qrafik qarşısına keçib ciddi qərarlar verirəmmi? Çox böyük səhvdir. Millət, yuxudan duran kimi qətiyyən qrafikin qarşısına keçməyin. İlk öncə bunu deyim. Bax, sual cavablayın, eləyirsinizmi buraları? Və əsəbi olduğunuz halda nəsə bir fərq keçməyin, eləməyin yəni bunu. Eləyirsinizsə də eləməyin. Əgər bir gün, daha doğrusu bu gün bütün reyd alətlərimi, kompüter, internet əlimdən alınsa, mən özümü boşluqda və mənasız hiss edərəmmi? Varmı belə bir şey millət? Bu artıq asılılıqdır yəni. Varsa səmimi cavablayın. Məsəl üçün mən keçən birinci gün əməliyyat almadım. Yəni, onu da paylaşmışam. Almadım, amma heç bir şey hiss eləmədim və həmin gündə düz notebook və sair bəlkə o məndə də ola bilər. Yox, mən həftə sonra misal üçün telefonu və ya notebooku söndürürəm. Məndə problem yoxdur. Demək olar ki, yəni söndürürəm. Bir də suallara cavablayın. Səmimi olun. Yorumlara yazın. Hansı mövzulara toxunaq, onları da yazın. Bax, bir-bir oxudum, çəkinmədim, özümü yorğunluq və sair heç nə düşünmədim, uzun olduğunu düşünmədim. Bunları oxudum, bunlar hər biri də, yəni bu video onsuz da bilirəm ki, 200, 100, 300-ün üzərinə çıxmayacaq baxış sayına görə. Ona görə də yəni mənim üçün o 5 nəfər izləyən insan, 5 nəfər buradan fayda görəcəksə, mənim üçün o yetərlidir. Ona görə hər biriniz, hər birinizə uğurlar, yorumlarda gözləyirəm. Telegram kanalında gözləyirəm. Uğurlar hər birinizə. Əlavə olaraq da millət, növbəti dərs üçün bir mənə də işarə verin. Onsuz mən planımı hazırlamışam, yenə də işarə verin. Sağ olun millət, hər biriniz Allah amanında.